Ederson platformasının təsis etdiyi və Shanti MMC-nin dəstəklədiyi PHP proqramlama dərsləri təməl səviyyə davam eləyir. Bu dəfə öyrənəcəyimiz şey xətti alqoritmdir. Xətti alqoritm nədir? Biz indiyə qədər əslində elədiklərimizin hamısı xətti alqoritmə aid idi. Xətti alqoritm kodların yuxarıdan aşağı ardıcıllıqla oxunulmasıdır. Yəni hər hansı bir şərt və yaxud kodun təkrarı olmadan kodun yuxarıdan aşağı ardıcıllıqla oxunmasıdır. Proqramlamada ümumiyyətlə hər hansı bir proqramlama dilində kodlar adətən yuxarıdan aşağı sətr-sətr oxunur və hər kod sətri tamamlandıqdan sonra aşağıdakı kod sətrinə keçir. Bunu biz bundan əvvəlki kodu yazanda da əslində fərqinə vardıq, gördük. Hal-hazırda da biz bunun üstündə biraz tapşırıqlar eləyərək xətti alqoritmi daha yaxşı anlamağa çalışacağıq. İlk öncə yaş dəyişəni qeyd edirəm. Bunu səhv eləmirəmsə biz yazmışdıq, amma yenə də yazaq. Yaş dəyişənini qeyd elədim 23. Yaşın tipi integerdir hal-hazırda. String olmağını istəyirdimsə də nə verirdim? Qoşa dırnaq içində yazırdım. Dollar il dəyişəni qeyd edirəm və bərabərdir 2025 çıxılsın dollar yaş. Bu mənə elə bir ki 2025-dən 23 yaşa çıxıb mənim hal-hazırda neçənci ildə anadan olduğumu göstərmək üçün olan proqramdır. Eko deyirəm, təbii ki bu yazdığımı ekranda görməyə ehtiyacım var. Doğulduğunuz il deyirəm və nöqtə qoyub ekrana dollar yaş dəyişənini yazıram. Ekoda nöqtə qoyaraq iki dəyişəni birləşdirə bilərik. Gördüyünüz kimi birinci stringi ikinci dəyişənlə birləşdirmişəm. Və kodumuza baxaq. Doğulduğunuz il 23. Yaş dəyişənini yox bura. İl dəyişənini yazdırmalıydım. 2002. Bəli, haqlıdır. Bundan başqa casting prosesindən də maraqlana bilərik. Məsəl üçün casting prosesi nədir? Bir dəyişənin tipini dəyişdirməyə biz casting deyirik. Məsəl üçün bu dəyişən deyək ki, bizə çöldən daxil olanda 23, yəni string olaraq daxil olur. Bu halda xəta verəcəkdir. Xətanın səbəbi də bir dəqiqə. Niyə xəta vermədi? Xəta verməlidir əslində. Çünki bir rəqəmdən hərfi çıxmağa çalışır. Yerini dəyişdirək, bəlkə onda xəta verir. Çünki alqoritmik olaraq hal-hazırda xəta verməlidir. Gördüyünüz kimi mənfi 2002 deyə bir rəqəm çıxartdı ekrana. Yəni bu məntiqli bir həll yolu deyil. Bunun üçün biz nə etməliyik? Bunun üçün eləməli olduğumuz şey bəsitdir əslində. 23-ü string tipindən integerə çevirməliyik. Bunun üçün də dollar yaş bərabərdir. Dəyişənin özünü elə özünə bərabər eləyəcəm. Yəni dəyişənin yerini dəyişməyə ehtiyac yoxdur. Yaş bərabərdir. Mötərizə daxilində int mötərizəni bağlayıram və dollar yaş. Bu formada yazdığım təqdirdə artıq yaşın tipi dəyişmiş olacaqdır. Bunu ekranda görməyimizə ehtiyac var. Bunun üçün ardıcıllığı yenə vardampla ekrana yazdırıram. Burada dollar yaş qeyd edirəm. Burada da dollar, daha doğrusu vardamp dollar yaş. İkisindən nöqtə virgülü qoymaq yadımızdan çıxmasın. Gördüyünüz kimi birinci stringdir, 2 simvoldan ibarət, 2 və 3 simvollarına. İkincisi integerdir. Bu deməkdir ki, artıq integer olaraq biz bunu istifadə edib riyazi funksiyalarda istifadə edə bilərik. Burada gördüyümüz daha yaxşı bir şey var. Xətti alqoritmin təməlini görürük. Birinci bu sətir işə düşdü. Dəyişənimizin tipi stringdir. Sonra aşağıdakı sətir işə düşdü və ekrana bizim yaş dəyişəninin tipini yazdırdı. Yəni buranı yazdırdı. Daha doğrusu bu ikisi bir yerdə. Sonra aşağıdakı casting elədiyimiz sətir işə düşdü. Burada dəyişənin tipini dəyişdirdik. Stringi integer elədik
və sonra da ekrana tipini yazdırdı, yəni buranı yazdırdı. Sonra da ekrana eko ilə il dəyişənini yazdırmış olduq. Yəni buranı yazdırdıq. Gördüyünüz kimi hər biri yuxarıdan aşağı ardıcıllıqla davam edir. Bəzi hallarda biz bu ardıcıllığı dəyişməli, hansısa şərtə görə yönünü dəyişməli və yaxud dəfələrlə təkrarlamaq məcburiyyətində qalırıq. Yəni bu proses olaraq bu alqoritmlərdə inşallah gələn dərslərdə görüb birlikdə öyrənəcəyik.